Mərsiyələr. 5-ci fəsil. Mərhəmət duası. Ya Rəbb, başımıza gələni yada sal. Gör bu xəcalətimizi buna nəzər sal. Biz torpağımız yad ellilərin əlinə keçib, evlərimiz əcnəbilərə verilib, atalarımız öldü, yetim qaldıq, analarımız dul qaldı. Suyumuzu pulla alıb içirik, pulla odun almağa məcburuq. Bizi qovub başımızdan basırlar, yorulmuşuq, bizi rahat qoymurlar. Doyunca çörək yemək üçün Misirə, Aşşura əl açmışıq. Ata-babalarımız günah işlədərək keçib getdi. Təqsirlərinin cəzası üstümüzə yükləndi. Qullar bizə hökümran olub, bizi onların əlindən qutaran yoxdur. Çöldəki qılınca görə canımız bahasına çörək qazanırıq. Aclıq bizi yandırıb yaxdığına görə dərimiz qaralıb kürəyə bənziyir. Siyonda qadınlar, Yahuda şəhərlərindəki bakirə qızlar zorlanır. Başçılar əllərindən asılıb, ağsaqqallar hörmətdən düşüb. Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir. Oğlanlar odun yükləri altında səndəliyir. Şəhər darvazasında ağsaqqallar oturmur. Gənclər çalğı alətlərində çalmır. Ürəyimizdən şadlıq çəkilib, oyunlarımız yasa çevrilib, başımızın tacı düşüb, vay halımıza. Çünki günah işlətmişik. Buna görə ürəklərimiz çəkilib, gözlərimiz qaralıb. Çünki Siyon dağı viran qalıb, üstündə türkülər gəzib dolaşır. Sənsə, ya Rəbb, əbədi hökümransan. Nəsildən nəslə qədər taxtında oturacaqsan. Uzun zamandan bəri niyə bizi bu qədər tərk eləmisən? Niyə bizi bu qədər uzun müddətdə tərk eləmisən? Ya Rəbb, bizi özünə qaytar. Təzədən əvvəlki günlərimizə qaydaq. Yoxsa hüzurundan bizi tamamilə atmısan, bizə qarşı hədsiz qəzəblənmisən?